Could you please provide us with a brief information about yourself? I'm Professor Alberto Levi. I'm originally from Brazil, and I teach at IE University, both in the business school and also in the School of Science and Technology. We are glad to get to know you better. Could you please provide us with some brief information about your activities at the Sabah Academy as well as the Sabah Hub classes held at our university? Here in Azerbaijan, I collaborate with Sabah Academy, and one of my goals is to teach in many universities entrepreneurship. And also, I'm executive board of the Sabah Fund and Sabah Venture Studio, where we look for opportunities to build new startups and ideas in the country. In your view, what do the Introduction to Entrepreneurship lectures provide to students, and what advantages will they offer in their future lives? Yes, this program is a very ambitious and complete program where we bring the idea of entrepreneurship to students. When we talk about entrepreneurship, we talk about the entrepreneurial mindset, how to think as an entrepreneur. And this way of thinking, this philosophy, the tools that we apply, the exercise we do, they help students to think with more initiative. It doesn't matter if they're working for the government, for a big organization, a small organization, or a startup. We want people to have initiative, to be creative and innovative all the time. Can you also give a little information about your academic career? So my background is in computer engineer. I'm a computer engineer with a master in art and technology out of New York University. But in terms of my career as an entrepreneur, my first startup, I started when I was 11 years old, and now I'm on my startup number 17. And besides my engineering degree and my master's in art and technology, I also studied many other topics like communication and marketing and psychology. Thank you very much. Çok sağ ol. It's a pleasure to be here. Artıq 2 ildir ki, bizim universitetimiz, Qərbi Kasp Universiteti Sabah Akademiya ilə əməkdaşlıq edir və Sabah Akademiyanın Sabah Hub mərkəzi müxtəlif sahələrdə yeni startaplara başlanğıc və inkişafına dəstək olan bir mərkəzdir. Ümumiyyətlə, bizim Azərbaycanın gənclərinə və bizim universitetin də artıq qeyd elədiyim kimi 2 ildir, hər ildə 100 tələbəyə yaxın Avropalı mühazirəçilərin, lektorların, professorların tədris etdiyi sahibkarlığa giriş mühazirələrini dinləyirlər. Bizim tələbələrimiz də sağlam rəqabətlə Azərbaycanda və regionda ekosistemin yaradılmasına və iqtisadi inkişafına cəlb olunurlar və bu layihələrdə inkişaf etmək üçün zəruri bacarıqlara yiyələnirlər. Bu kursun 3 əsas məqsədi var ki, yaradıcılıq, məntiqi düşünmə və problem həssaslığını həll edib və bu yolda inkişaf etmək. Keçən il bizim bu kursu dinləyən tələbələrdən 3 komanda Baku ID festivalında iştirak etmişdi və müvəffəqiyyətlə öz startup proyektlərini orada nümayiş elətdirmişdilər. Hal-hazırda da bizim 100-dən artıq tələbəyə həmin bu kurs tədris olunur və tələbələr çox böyük maraqla bu kursu dinləyirlər və startuplara hazırlaşırlar. Salam, mən Qərbi Kasp Universitetinin 1-ci kurs tələbəsi Cəlil Rəvan, informasiya texnologiyaları ixtisası üzrə təhsil alıram. Bu semestrdən Sabah Hub mərkəzinin təşkil etdiyi sahibkarlığa giriş kursunu dinləyirəm və sizinlə öz fikirlərimi bölüşmək istəyirəm. Sabah Hub müxtəlif sahələrdə yeni startupların yaranmasına və inkişaf etməsinə dəstək olan bir innovasiya mərkəzidir. Burada haricdən gələn professorlar bizə startupların necə yaranmasına və biznesin necə inkişaf elətdirməsinə yol göstərirlər. Mənim ixtisasım informasiya texnologiyaları olmasına baxmayaraq, məncə sahibkarlığa giriş kursu bizə gələcəkdə çox böyük bir dəstək göstərir.